Peyğəmbər buyurdu, bir zaman gələcək, insanlar yaxşılığa dəvəti tərk eləyəcəklər, pislikdən çəkindirməyi də tərk eləyəcəklər. Səhabələr təəccüb elədilər. Dedilər, ya Rasulallah, elə bir zaman gələ bilər. Peyğəmbər buyurdu, bundan da pisi gələr. Buyurdu, bir zaman gələcək, insanlar pisliyə dəvət eləyəcəklər və yaxşılıqdan çəkindirəcəklər. Belə bir zamanda deyir gələcək. Artıq nəinki yaxşılığa dəvət edib pislikdən çəkindirmirlər. Buyurur, biraz da gedəcəklər qabağa, belə bir zamana gəlib çıxacaqlar ki, artıq dəvət eləyənlər pisliyə dəvət eləyəcəklər, çəkindirənlər də yaxşılıqdan çəkindirəcəklər. Bu zaman gələcək, deyir səhabələr biraz da təəccübləndilər. Dedilər, ya Rasulallah, belə zamanda gələcək, yəni. Peyğəmbər buyurdu, bundan da pisi gələcək. Buyurdu Peyğəmbər, belə bir zaman gələcək ki, yaxşı ilə pisin yeri dəyişiləcək. İnsanlar pisə yaxşı deyəcəklər, yaxşıya da pis deyəcəklər.